dünyadaki bütün texnologiyalar 60 milyard dollara yaxın ziyan dəymişdi. Bizdə toxunulan bilən şey sonda rəhbərin qarşısına qoyulan kağızdır. Türk dövlətlərinə fokuslanmış bir Cloud AI layihəsi düşünmüşük. Gətirib çatdırmışıq 300 min dollara, yenə də investor yoxdur. Rəşad bəy, salam, hər vaxtınız xeyir olsun. Biz sizi yenidən xoş gördük. Bir daha salam. Əvvəlki podkastımızdan, əvvəlki videomuzdan heç bir həftə keçməyib. Siz yenidən bizim qonağımızsınız. Ona görə ki, biz keçən dəfə də demişdik, texnologiya dünyasında sürətli hərəkətlilik var, yeniliklər var. Ona görə biz sizinlə yenidən görüşürük. Bizim bu dəfəki mövzumuz Nvidia ilə bağlı olacaq. Bu da həm dünyada aktualdır, həm də regionda aktualdır. Bilirik ki, Nvidia son zamanlar bizim qonşu ölkələrdə gəlib fəaliyyətə başlayırlar. Bilirəm ki, bu barədə həm sizin işləriniz var, yəni Nvidia'nın özü ilə işləriniz var, həm də araşdırmalarınız var. Bu barədə istərdim məlumat verəsiniz. Gəl, əslində çox sağ olun dəvətə görə bir daha. Qısa bir şey deyim. Yəni 1-2 gün bundan qabaq olan o Cloudflare case ilə əlaqədar başlayım və ondan sonra Nvidia keçid edeyim. Cloudflare təxminən 4-5 saat down oldu və böyük bir Azərbaycan ümumiyyətlə dünya internetinin 20% ona görə yəni iflic vəziyyətə qalmışdı. Həmin o 4-5 saat ərzində statistikaya görə dünyadakı bütün texnologiyalar 60 milyard dollara yaxın ziyan dəymişdi. Yəni təsəvvür edin ki, 5 saat dayanıb 60 milyard dünyaya ziyan dəymişdi və Azərbaycanın hal-hazırki büdcəsi maksimum 30 milyard dollardır. Bu o deməkdir ki, yəni dünyada hər hansı bir layihənin 5 saat dayanması Azərbaycanın 2 illik, 2 il plus büdcəsinə bərabərdir. Bu böyük bir göstəricidir. Və buradan Nvidia keçək. Yəni Nvidia əslində texnoloji şirkətlər arasında ən bahalılardan biri sayılır. Onların büdcəsi 4 trilyon yarım dollardır. Yəni bunu artıq hər hansı bir ölkə ilə müqayisə etmək lazım deyil. Yəni bu böyük bir rəqəmdir. Hətta orada zarafatla bəzən deyirlər ki, orada adi süpürgəçilər də milyonerdir də. Yəni elə bir şirkətdir. Yəni əslində həqiqətən də o şirkətin texnoloji inkişafları göz qabağındadır. Çünki Nvidia bir neçə sahələrə investisiya eləyir. Bunlar süni intellektdir, data centerlərin inkişafıdır, oyun sahəsidir və digərləridir. Yəni Nvidia'nın video kartı olan kompüterlər ən super oyun kompüterləri sayılır. Eyni cür data centerlərdə məsələn əgər Nvidia'nın video kartları qoyulubsa, GPU-su güclü kartlar qoyulubsa, bu artıq gözəl bir nəticədir. Niyə? Çünki bunun hesabına yəni ki siz daha yüksək bir performans əldə etmiş olursunuz. Yəni buna görə Nvidia hal-hazırda yəni ki böyük bir oyunçulardan biri sayılır. Və Nvidia'nın ümumiyyətlə bir neçə sahələri var. Bunlardan biri OmniServe-dir və bir də simulyasiya texnologiyalarıdır. Bu sahə üzrə əslində qonşu ölkələrdən birinə, yəni ki, hal-hazırda özümüzə bilirik, yəni ki 1 milyard dollar yarım investisiya ediblər. Əslində bu investisiya trilyonların yarısından 0,0 neçəsə faizdir. Yəni bu kiçik bir rəqəmdir. Hesab edin ki, yəni ki Azərbaycanda hər hansı bir yolun çəkilişinə 5-10 milyon dollara ayrıldı və s. bunun kimi bərabər bir şeydir. Yəni xırda bir büdcədir və onlar üçün yəni milyardlar heç bir şeydir. Amma regionda bu böyük bir yəni ki çaxnaşma gətirib çıxardır. Niyə? Səbəbləri nədir? Birincisi Nvidia və həmçinin də digər ümumiyyətlə texnoloji şirkətlər research and development-ə investisiya edirlər. Nvidia'nın orada neçə faiz investisiya etməsi kiçik bir şeydir. Çünki o belə deyək də, yəni ki o araşdırır ki, gedim nəticə nə olacaq, ondan sonra davamını düşünün və mənim bir məhsul haqqında araşdırma aparım və bu nəticənin əsasında bunlar növbəti işləri görəcəklər. Sonra niyə investisiya olmasını və s. də bilirik. Yəni Nvidia'nın top menecmentdə olmasa, həmin o research-la əlaqədar olan mənim bir yəni şəxslərin, yəni ki digər ölkələrlə əlaqəsi olmasıdır. Və bu hissədə də ki, OmniServe servisi nədir? Hətta biz də ola bilər onu işlədirik. Məsəl üçün, yəni adi bir videoların birində göstərir ki, siz yanğını simulyasiya eləmək istəyirsiniz. Oturub onun üçün proqram yazma və s. ehtiyac yoxdur. SDK verir, API verir, request göndərsən və deyirsən ki, mən bu ərazini yanğınını simulyasiya elə, o özü artıq sənin üçün videosunu hazırlayıb verir və artıq əlavə bir vaxt və resurs istifadə etmədən, çox vaxt və resurs istifadə etmədən sən nəticə əldə etmiş olursan. Buna görə də yəni ki, bu sahə gelişir və təbii ki, ora daha çoxlu investisiyalar olunacaq, gələcəkdə də ola bilər. Bu Nvidia'nın yəni ki sahələrinə tam top sahəsi də olmasa, yəni ki research üçün ayırdığı bir sahələrindən biridir. Yəni buna bir fokuslamaq lazım deyil, amma bizdə də əslində
belə deyək, Nvidia dedikdə, yəni ki, çoxu süni intellekt düşünür. Əslində Nvidia dedikdə süni intellekt yox. Data centerlər, süni intellekt, oyun sahəsi və həmçində qrafika və sairəni də düşünmək lazımdır. Yəni bizdə burada nədir? Nələr baş verir də? Azərbaycanda süni intellekt sahəsində müəyyən bir yol xəritəsi və s. qurulub və burada işlər görülüb. Digər işlər nədir? Ümumiyyətlə, yəni ki, bizdə yəni ki, süni intellektlə əlaqədar işlər görülüb. İqtisadiyyat Nazirliyinin yanında müəyyən bir süni intellekt üçün data center və s. layihəsi qurulub və müəyyən işlər görülüb. Bu əslində bir öz hesabına, yəni ki, müəyyən bir işlər görmək istəyən ölkə üçün müəyyən bir nəticədir. Amma sonda bu touchable-da, yəni toxunula bilən şey yoxdur. Bizdə toxunula bilən şey sonda rəhbərin qarşısına qoyulan kağızdır. Yəni bu da əslində bir şey deyil və bu ilə də söhbət bağlanır ki, filan şeyə görə biz getmədik və ya da ki, bunu elədik, 2 dənə toplantı elədik, bitdik. Bu hissələrimiz var. Yəni ki, bunun da artıq üzərində işləmək lazımdır. Touchable bir şey olmalıdır. Biz özümüz, məsələn, mən öz layihələrimdən danışım burada. Biz yer hosting şirkəti olaraq, yəni ki, şirkətimizin çalışmışıq ki, növbəti sahələrimizdən biri ümumiyyətlə süni intellekt və cloud gaming sahəsidir. Süni intellektlə əlaqədar biz Cloud AI layihəsinə başlamışıq. Layihənin ilkin başlayan investor axtarışında 2 ilə yaxındır. Ümumiyyətlə layihəmizə biz necə başlamışıq bir şey deyim. Son zamanlar Nvidia ilə olan məsələlərə görə biz çalışdıq ki, onlarla əlaqələrimizi genişləndirək və özümüz də hal-hazırda kifayət qədər də əlaqələrimiz var, yəni şirkətimiz olaraq və işlər görürük, amma nəticə yoxdur. Nəticə var, toxunula bilən nəticədir, amma ki bizim şirkət üçün o balaca bir şeydir. Ola bilər ölkə səviyyəsində böyük bir şey ola bilər və s. Amma bizim gözləntilərimizin qarşısında o balaca bir şeydir. Çünki biz böyük planlar qurmuşuq. Məsələn, layihələrimizdən biri Cloud AI layihəsidir. Türkiyədə var və digər ölkələrdə var. Biz Türk dövlətlərinə fokuslanmış bir Cloud AI layihəsi düşünmüşük. Bu nədir? Kiçik layihələr var da, startaplar və s. və bu onun üçün də startapların inkişafına gətirib çıxardacaq. Sən gəlirsən, deyirsən ki, mənə 50 GB GPU lazımdır. RAM məsəl üçün 512-lik. Bu adi resurslar arasında çox böyük bir göstəricidir. Çünki həmin o GPU-nun alınması, ya 5 GB-lıq video kart məsəl üçün 3500-dirsə, 50 GB 35 min yəni ki büdcədir. Plus onun video kartı və s. yəni ki kifayət qədər böyük büdcədir və belə bir resurs lazımdır. Mənə hesablayırsan və calculation hesablayır və sənə hesablasan ki, bu resurs 3 gün lazımdır. 3 günlük. Çünki sənin o train eləməyə vaxtın 3 günə kifayətdir və 3 gündən sonra artıq əldə olmuş datanın əsasında digər adi serverlərdə də və ya virtual serverlərdə də işi görmüş olarsan. Biz onu məsəl hesablayırıq, deyirik ki, 3 günlük qiyməti və ya saat hesabı bu qədərdir və buna görə ödəniş edirsən və sənə həmin o resurs ayrılır, girirsən, işi görsən, keçirsən. Bu layihənin biz 4 dənə Nvidia H200 video kartın üzərində axırıncı variantı ora gətirdik, çıxartdıq. Əslində böyük layihə idi, hardasa milyon yarımlıq layihə idi. Gətirib çatdırmışıq 300 min dollara. Yenə də investor yoxdur. Yerli investor axtarırıq. Niyə? Hətta bir iki şirkətlə də danışmışıq, o deyir, gəl deyən çox olar, amma sonda pul verən olmur. Yəni bu eyni söhbətdir. Gedirik, hə, superdir, əladır və s. belə bir şey. Gəlirik, bu illik büdcəmiz yoxdur, gələn ilə qalaq. O gələn il deyə artıq neçə nəfərlə artıq görüşmüşük və gələn illərin üzərində. Yəni ki, bu bir işimizdir və burada sadəcə bir 6 ay ərzində texnoloji hazırlıq gedir. Ondan sonra launch olunur layihə. Yoldan keçən belə deyə də, yəni istənilən istifadəçi keçəcək, onu edəcək və bunun nəticəsi nə olacaq, mən onu deyim. Birincisi, yaxın Türk dövlətlərinə öz dillərində olan bir resurs təqdim etmiş olacaq. Türk dövlətləri üçün düşünülmüş bir şeydir. İkincisi, startaplara dəstək olacaq. Orada müəyyən bir kuponlar, məsəl üçün müəyyən layihələrdə və s. pulsuz resurslar və s. verəcək ki, bu sahə inkişaf etmiş olsun. Amma xırda bir şeyə görə ilişib qalmışıq. Öz büdcəmizə də niyə çatdıra bilmirik? Çünki bizim Yerazda olan büdcəmizi biz Yerazın özünün inkişafı üçün ayırırıq. Yəni əlavə 10 min, 15 min olduqda yeni resurs alırıq, yeni regionlara giririk. Məsəl üçün növbəti regionlarımızdan biri bizdə Özbəkistan olacaq ki, o bizim Azərbaycan və Gürcüstanda data centerimiz var. Növbəti Özbəkistan olacaq ki, o regionda da artıq istifadə edəcək, daha müştərilərimizi daha çox ölkələrdən müştərilər cəlb edək. Bu birinci layihədir. İkinci layihəmiz isə cloud gamingdir. Və cloud gaming ilə əlaqədar artıq işlərə başlamışıq. 3 mərhələli layihədir. 3-cü mərhələnin birinci layihəsi bitib. Birinci mərhələ bitib. İkinci mərhələyə keçid üçün
ya 1-dən 3-ə bir dəfə keçid olmalıdır, ya 1-dən 2-yə keçid olmalıdır. 2-yə keçidçi internetin sürəti məsələsində ilişmişik. Bəs bizdə deyirlər internetin sürəti İnternetin sürəti yaxşıdır, amma resurslarla əlaqədar bir problemimiz var. Çünki Nvidia Cloud Gaming layihəsi, ümumiyyətlə də Nvidia GeForce Now layihəsi gücü çatan ölkələrə özü işləyir. Gücü çatmayan və ya da ki müəyyən bir partneri olan ölkələr alyanslarla girirlər. Türkiyə alyansı var, Türkiyə və Kiprdir. Koreya alyansı var və MDB dövlətlərinin alyansı var. Bunlar yəni Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan və s.dir. Yəni bu ölkələrdir. Əvvəllər Rusiyada olub, hal-hazırda Rusiyada sanksiya olduğuna görə həmin o data centrlər Ermənistandadır. Və bütün regiona Ermənistan baxır və Ermənistanda da bizim direkt connectionımız olmadığına görə Azərbaycandan kimsə oyunu oynayanda cloud gamingin məqsədi odur ki, sən zəif video kartla, yəni ki, güclü oyunları RTX 4080 video kartı ilə oyun oynaya bilərsən və hal-hazırda nə olur? Ermənistana girmiş olmadığına görə direkt ya Rusiya xətti ilə gedilir, ya da Almaniyadan gedir gəlir və bu da pingin uzanmasına gətirib çıxardır. Və həmin oyunda məsləhət görür ki, 80 millisaniyədən aşağı olsun, 40-dan aşağı olarsa superdir, 60 tövsiyə olunandır. Amma Azərbaycandakılar 120 millisaniyə və yuxarı ilə oynayır. Ona baxmayaraq biz satış eləyirik. Yəni satışlarımız var və müəyyən bir şeylər gedir və burada problemlərimiz də var və bu problemləri də çalışırıq həll etməyə. Hətta belə bir şey var, yəni ki, layihəni bu arada aparanlar hamısı ruslardır. Ermənistanda sadəcə data centerdir, hətta oranın işçilər də ruslardır. Yəni ki, sadəcə məkan olaraq. Məkan olaraq odur. Çıxsın, çıxsın, orada qalsın kimi eləyiblər. Necə ki, məsəl üçün bizim indi hal-hazırda ola bilər işlətdiyimiz OmniServe və s. servislərdə ermənilər məhsulu istehsal edib, amma biz işlədirik. Ola bilər bizim iPhone-umuzda və ya Android-imizdə və digər telefonlarımızda da həmin application var, amma bilmirik. Bu bilinən məsəl üçün bu sadə odur və bunun da qıcıq yaradan bir hissəsi var. Nədir? Layihənin adı GFN-dir, GeForce Now MDB dövlətlərində. Əvvəllər GFN Rusite idi, indi GFN AM-dir. Ermənistan domeni olduğuna görə bu problem yaşadır. Bu domendir yalnız, yəni resurs deyil. Hətta saytın özü Google Sites'da yerləşdirilib. Yəni ki, resurs özü heç location olaraq da orada deyil də. Kimsə girir, orada eləyir. Və burada nədir? Ödənişin iki növ var. Biri bankdan, ikincisi kupondan. Bankdan təbii ki, Azərbaycandan direkt bank yerləşdirmək olmur. Kupon olur. Kupon da bizim saytımızda olur. GFN Koaz layihəsi var. Oradan girir, kimsə Azərbaycandan kupon alır. O saytda aktivasiya edir və keçir. Hətta biz nə etmişik? Növbəti mərhələrimizdən biri olmuşdu. Biz layihə başlayanda GFN AM layihəsi regionda böyükdür. Və biz gördük ki, bizim saytımızda məsəl üçün axtaranda GFN, hətta Azərbaycandan Google-da axtaranda GFN AM çıxırdı. Biz dedik ki, belə eləyin ki, GFN saytına girdikdə bizim saytımıza redirect eləsin. Eləmədilər onu. Növbəti işimiz oldu ki, mən onlarla danışdım ki, gəlin belə eləyək. Azərbaycandan kimsə girəndə ora bir dənə banner qoyun və bannerdə deyin ki, bizim partnyordan kuponlar alın. Və onlar başladılar ruslar ki, bu böyük bir işdir və s. Mən də texniki backgroundum olduğuna görə kısa bir solution verdim ki, dedim bunu GeoIP yəni servisi var, o istifadə edərək çox rahatca ölkələrə bölə bilərsiniz. Azərbaycandan girəndə bunu yerləşdirə bilərsiniz. Yenə də mənə başladılar danışmaq ki, bu 3 aylıq işdir, böyük bir prosesdir, böyük bir büdcə tələb olunur. Növbəti cavabım oldu ki, mən özüm developerəm və 20 illik təcrübəm var. Siz mənə kodu verin, mən 10 dəqiqə eləyəcəm. Üstündən 2 gün keçdi, onlar o banneri yerləşdirdilər ora. Və hal-hazırda GFN saytına Azərbaycandan daxil olduqda, yəni istifadəçi login olur və s. və kupon almaq istəyəndə deyir ki, gedin bizim partnyordan alın və partnyor Azərbaycan saytı göstərir. Və kimsə girir oradan kuponu alır, gedir. Növbəti problemlərimiz yaşanır. Yəni məsəl üçün bank məsələləri və s.dir. Onun üzərində indi yazışmalarımız gedir. Yəni ki, onu hal-hazırda public eləmək istəmirəm. Yəni ki, biz Rusiya şirkətinə ödəniş eləyirik və ruslar bizə kuponu generasiya eləyib verirlər. Növbəti indi bizim GFN-lə layihəmizin 3 mərhələli layihədir. Serverlərin Azərbaycana gəlməsinin üzərində işlər gedir. Serverlərin Azərbaycana gəlməsi üçün 19 milyon dollar civarında büdcə lazımdır. Aslında böyük səslənə bilər, amma çox da böyük bilməz. Çox da böyük deyil. Və bunun səbəbi nədir? Yəni təxminən aylıq 2 milyon dollar pul gələcək. Və burada xərclər və s. çıxandan sonra ola bilər mən, yəni ki 2 ilə 3 ilə o pul çıxılacaq. H200 prosesor GPU-lar da kifayət qədər güclü bir GPU-da. Burada söhbət nədir?
Yəni əslində biz 3 mərhələli layihə necə başlamışıq. Birinci kupon satırıq, kupon satışı bitdi. İkinci GFN az layihəsini eləyirik, amma kupon satışında bizim commitmentimiz var. Yəni limitimiz var. Biz müəyyən bir limitə çatmalıyıq ki, ondan sonra keçidək. Bu limit də nədir? Yəni ki, müəyyən bir sayda kupon satışıdır və bu kupon satışına çatmaq üçün biz indi heç nədən, yəni müəyyən satış edirik. Çünki sürət və s. zəif olmasına baxmayaraq, bu satışa baxmayaraq, yəni ki, belə bir şeylərdə biz növbəti mərhələyə keçmək üçün bizim sürət məsələmiz həll olmalıdır. Sürət məsələsi də adi bir şey. Gürcüstanda GFN ayından connection 8-10 millisaniyədir. Azərbaycanda isə 110-120. 10 qat və 10 yuxarı 10 üzərindən yəni sürət məsələsidir və bu məsələ həll olunsa biz satış edə bilərik və ya da ki növbəti bir şey biz hal-hazırda iş gedir, kompüter dükanları ilə yəni danışmışıq. Satılan ucuzlu kompüteri gaming kompüter kimi təqdim edəcəyik. Nə edəcək? Bir illik GFN-in subscription-ı içərisinə install eləyəcək və istifadəçiyə verəcək ki, okay, bu sənin zəif olmasına baxmayaraq sən orada ən pis, ən zəif işləyən oyunu oynaya biləcəksən. Yəni adi kompüterlərdə də. Çünki RTX 4080-də cloud gaming-dən bu istifadəçiyə vermiş olacaq. Bu növbəti mərhələmizdir, amma bunun üçün də yəni ki, müəyyən bir vaxt lazımdır ki, biz bura başlayaq. Burada indi yəni bu ikinci mərhələmiz əgər alınsa, biz GFN az layihəsi ilə hər yerdə təqdimatımızı eləyəcək və data centrin Azərbaycana gəlməsi üçün 2 mərhələ var. 2 cür investor da cəlb edə bilərik. Əgər biz ikinci mərhələyə çatsaq, Rusiyadakı investor özü 20 milyon dollar investisiya eləyəcək. Və ya da yerli investorlarımızdan kimsə maraqlansa, biz bir dəfə birinci mərhələdən üçüncü mərhələyə jump eləyə biləcəyik. Bu nədir? Əgər serverlərimiz Azərbaycanda olarsa 6 millisaniyə, 8 millisaniyə olacaq sürət. Bu bir. İkincisi, yaxın Şərqi Asiya ölkələri, yaxın Asiya ölkələri, yəni bizdə olacaq. Yəni bu nədir? Türkmənistan yox, Özbəkistan, Qazaxıstan və s. bizdə olacaq və biz onlara yəni ki gaming servisini təqdim etmiş olacaq və orada oyunun artıq yəni ki onlar oynayanda Azərbaycandakı serverlərin üzərində olacaq. Bu da artıq təkcə ölkədən deyil, xaricdən də ölkəyə yenidə pul axınını gətirib çıxarmış olacaq və bu sahənin inkişaf edəcək. İkincisi nədir? E-sports kifayət qədər formalaşır və kifayət qədər gedir. Bir neçə məsələn qurumlar da var ki, özlərinin yəni gaming belə deyək, klublarını və s. eləyiblər, amma evdə oturanın zəif kompüter olduğuna görə bunlar e-sports oynaya bilmirlər. Amma bizim yəni layihə gəldikdən sonra 6 millisaniyə heç nədir. Yəni ping sürəti olduğuna görə bu artıq bu məsələdə həll olmuş olacaq və sürət yaxşı olarsa artıq burada yəni maliyyə məsələsi də həll olmuş olacaq. Bizim o dediyimiz o 19 milyon dollarlıq investisiya da nədir? 3 milyon dollar əslində bir dəfə investisiya deyil. 3 milyon dollar management serverlərdir. 7 milyon dollar həmin o GPU serverlərdir. Və həmin o GPU serverlər eyni vaxtda 20 min nəfər online saxlayır. 20 min nəfər online. Video subscription aylıq 10 və 20 dollardır. 10 dollarlıq olan RTX Plus'dur. 20 dollar olan RTX 4080 və ya da 5080 və s. video kartlar var, onlardır. Bu nədir? 20 min online olması o deməkdir ki 100 minə yaxın sən video subscription sata bilərsən. Çünki hamısı eyni vaxtda online olmur da oyunçuların. Yəni 20 minsə 100 minə yaxın bir kupon sata bilərsənsə 100 min kupon elə 20 dollardan hesablansa 2 milyon dollar deməkdir. Yəni sadə bir hesablamasa sizdə burada digər əlavə advantage'lər var, həftəlik subscriptionlar var, gündəliklər var, illik və s. Yəni bunlar var ki, aktiv və pasiv istifadə edənlər var ki, onları da hesablasa bəlkə də 100 mindən çox da satmaq imkanı var. Yəni bu artıq oyunun özündən asılıdır. Yəni bu sadə yəni sadə hesablanmasıdır ki, burada bu getsə yəni ki davam edəcək. Və hal-hazırda Rusiyada 3 data centri idi. Onlar bağlanıb. Hal-hazırda MDB-də bir dənə data centri Ermənistandakı o da dolub. İkinci data centrin axtarışındadılar. O Azərbaycan ola bilər. 4 ölkə namizəddir. Ermənistan, Qazaxıstan, Özbəkistan və 4-cü Azərbaycan. Azərbaycanın yəni 4-cüdür. Başa düşdünüz də, yəni siyahı. 2 variant var qabağa getməsi. Birincisi ya biz gərək yaxşı satış edək ki o gəlsin. İkincisi ki ya kimsə investisiyasını o serverləri bura gətirək, getsin layihə. Burada artıq vaxt məsələsidir ki, biz bu ilə yəni ki Nvidia-nın adından gətirə bilərik və bu gəlsə təkcə regionda deyil, yəni ki biz kifayət qədər yəni ki dünya səviyyəsində çağırış etmiş olacaq. Əlbəttə dünyanın ən dəyərli şirkətidir. OpenAI, Microsoft bütün dünya nəhənglərinə, big tech-lərlə işləyən bir şirkətdir. Bütün serverlər hamısı Nvidia-nın üzərindədir. Hamısı Nvidia-dan da demək olar ki, mən ümid edirəm ki bu reallaşar. Bəs bunları deyirik,
Biz indi investisiya eləməliyik, qəbul eləməliyik ki, Hı almalıyıq hı. ki, bu inkişaf eləsin Azərbaycanda. Biz əsas belə başa düşdüm ki, burada cloud gaming üzərindən Cloud AI və cloud gamingdir. Mən cloud gamingin investisiyası daha çoxdur cloud gamingin belə. bu sektor Azərbaycanda necədir? Yəni siz burada potensialını necə görürsüz? Yəni necə Cloud dəyərləndirirsiniz? gaming yoxsa ümumiyyətlə gaming? Ha, Orada onun fərqi var da, yəni yenə qədər. bəli, cloud gaming. Cloud gaming əslində hal-hazırda formalaşır. Community var Azərbaycanda. Və communitydə yəni kifayət qədər görmüşəm ki, aktiv istifadəçilər var. Və cloud gamingin bizim regionda ən əlçatanı Nvidia-nın GeForce Now-sudur. Bootstrap var və s. bunlar da var və bunlar gəlib çatmır Azərbaycana. Amma regionda ən yaxşısı odur və bunun da ping məsələsi olduğuna görə insanlar, istifadəçilər az oynayırlar onu. Amma bu oturuşsa, yəni ümumiyyətlə sahə özü yenidir. Bəli. Necə ki bir neçə bundan qabaq mənə virtual serverlər və ya Docker və s. konteynerlər yeni idisə, cloud gaming də yenidir. Və biz burada uduzmamalıyıq. Uduzsaq, yəni ki yenə də bunu sabaha saxlasaq, o digərləri gəlib bizi keçəcəklər. Yenə də deyəcək ki, niyə biz ona çatmadıq və niyə biz eləmədik və s. Yazacaqlar, müəyyən bir bəhanə tapılacaq, gedəcək əslində. O normal bir şeydir, biz onu bacarırıq ki, hə buna görə biz eləmədik və ya da ki, orada yox, işçilərin biri erməni idi, biz ona görə onlarla işləmirik. Bu səbəb deyil. O işçinin biri 0,001%-dir. Yəni biz ona görə ölkəmizin inkişafının qarşısını almamalıyıq. Əlbəttə mən də düşünürəm ki, bu bizim həm ekosistemin, həm ölkənin Bəli. inkişafı üçün çox vacibdir. Çünki bizdə talantlar var, amma o talantların işləyib inkişaf eləyəcəkləri böyük şirkətlər yoxdur. Böyük şirkətlər var Azərbaycanda, amma hamısı yerli şirkətdir də. Big Tech-lərin hər hansı bir ofisi yoxdur, hər hansı bir onlarla işləyən şirkətlər yoxdur. Mən baxıram bu qonşu ölkələrdə filan bəzi şirkətlər var, gəlirlər, orada ofis açırlar filan. Azərbaycanda yoxdur. Biz geri var idi, bəziləri bağlanıb artıq. Biz geriləyirik. Yəni bir neçə qatar onsuz da itirmişik. Süni intellekt də itiririk, bunu da itiririk. Bunu da itirməmək üçün düşünürəm ki, çox çalışmalıyıq. Buyurun. Dedi. Hə. Yoxsa siz deyin. Davam elə, sual ver. Yox, mən deyirdim ki, biz bunu itirsək, biz harda olacağıq? Bunu itirsək növbətləri də itirəcəyik. Yəni burada kadrlarımızın itməsinə gedib çatır və s. Çünki belə deyək də süni intellekt sahəsidir. Bizim o Cloud AI layihəmizdir. Büdcəsi də çox deyil, yəni $300.000-dır. Və həmçinin kimin üçünsə böyük ola bilər, hansısa bir böyük holding üçün kiçik ola bilər. Mən düşündükdə süni intellektin inkişafı məqsədi ilə düşündükdə və ora ayrılan büdcələrlə müqayisə düşündükdə kiçik bir məbləğ sayıram. Yəni ola bilər ki, bizim şirkət üçün o böyükdür, amma yəni ki bu sahəyə ayrılan investisiya müqayisəsində bu kiçik bir məbləğdir və bu sahələrin inkişafı startapların inkişafına gətirib çıxardır. Startapların inkişafı da olarsa, yəni insanlar, bizim istifadəçilərimiz inkişaf edəcək. Çünki mən özüm və ya da ki digərlərimiz necə inkişaf etmişik? Bizi aparıb atıblar bir işin içinə və deyiblər ki, burada öyrən. Öyrən yox, yəni ki biz bilirik neysə riyaziyyatını, proqramlaşdırması və s. bilir. Bizi buraxırlar bura ki, hə burada başla inkişaf etməyə. Və sən artıq o xaosa düşürsən, birinci boğulursan və ondan sonra çalışırsan ki, müəyyən bir ipucu tapasan və artıq məsələyi həll etmiş olasan. Eyni cürdə bizdə belə çoxlu resurslarımız, çoxlu layihələr olmalıdır ki, biz onu eləyək. Və hətta mən bu bir şirkətlə yəni çalışıram. Biz orada işçiləri trening başlayıblar, yəni ki başlamışıq. Mən orada təklifim olub ki, biz kurs keçməyək. Biz bir dəfə təcrübə başlayaq. 3 aylıq, 6 aylıq və s. və sonunda da şirkət özü işə götürəcək onları. Yəni nə edirik? Kurslar var, universitetlər var və ya müəyyən bir təhsil ocaqları var. Hətta universiteti bitirmiş kadrlar var. Bunlar bilirlər. Süni intellekt üzrə riyaziyyatını yaxşı bilir. Python-ı və ya modullarla və s. müəyyən modullarla və s. işləməyi bacarırlar. Super. Amma təcrübələri yoxdur. Biz nə edəcəyik? Təcrübə proqramı eləyirik, xırda intervyu və s. yoxlanış. 3-4 nəfər götürürük, bunları gətiririk, yatırıq işin içinə. Bir dəfə tapşırıq verir. O adam təbii ki, bir-iki gün xaosda olacaq və s. Ondan sonra sistemə involve olacaq, yəni işə başlayacaq və işə başladıqdan sonra 3 aylıq təcrübənin sonunda o təcrübəyə gələn 4 nəfər, 5 nəfərin içindən ikisinin üçünü artıq şirkət işə götürəcək. Və digərləri də oradakı təcrübəni gedib başqa yerdə artıq iş intervyusunda və s. istifadə edəcəklər. Yəni çünki bizə bu cür communitylərin, bu cür şirkətlərin olması üçün resurs olmalıdır. Resurslarımız da var.
resursdan istifadə edənlər var. Yəni ki, bunları düzgün ardıcıllığımız, o pipeline deyirlər də, düzgün ardıcıllıq olsa inkişafımız gedəcək və nəticələrimiz olacaq. Mən demirəm ki, biz inkişaf etmirik. Mən demirəm ki, biz dala qalaq. Mən deyirəm ki, biz sadəcə olaraq daha tez gedə bilərik və daha sürətlə gedə bilərik. Düzdür, bunun sabah kimsə istifadə edib deyəcək ki, biz geriyə də qabağa bəsdir. Amma bu o demək deyil ki, biz bu xodla getməliyik. Biz daha sürətlə getməliyik ki, qoy yəni inkişafımız artıq dünya səviyyəsində gözə girsin. Razıyam sizinlə. Bizim inkişafımız daha da sürətli olmalıdır. Həm də ki, biz böyük bir şirkətlərlə birlikdə işləsək, təbii ki, bizim inkişafımız onsuz da qaçınılmazdır, avtomatik həyata keçirilir. Bir çox belə deyək də savaşlar artıq texnologiya sferasında həyata keçirilir. Mən keçən dəfə baxıram ki, İsrail Çin avtomobillərini öz hərbi hissələrinə daxil olmağa qadağan eləyib. Ona görə ki, onlar casus proqramları ilə təmin oluna bilərlər. Və yaxud da mühəndislərdən biri evdə robot süpürgəsinin görüb ki, onu izləyir, müşahidə eləyir. Sonra açıb proqram təminatını falan analiz edəndə görüb ki, həqiqətən evin xəritəsini çıxaran, onu başqa bir üçüncü tərəfə ötürən casus proqramı var içində. Yəni bu texnologiya dünyasında belə hallar olur. Bu da onu göstərir ki, biz müstəqil texnoloji yeniliklərə sahib olmalıyıq ki, bir çox datalar, serverlər, bu kimi şeylər özümüzdə olmalıdır ki, biz daha təhlükəsiz olaq, biz daha çox inkişaf eləmiş olaq. Mən ümid edirəm ki, yaxın gələcəkdə sizin bu başladığınız reallıqla həyata keçirirlər. Bəli.